Allah həmd olsun ki, bizi Ramazana yetişdirdi. Bu rəhmət ayında oruç tutmaq, Quran qiraət etmək, təravih namazı qılmaq, sədaqə vermək, dua etmək, Allahdan bağışlanma diləmək və sair ibadətləri etməyə hər birimiz səy göstəririk. Amma diqqətimizi bir şey yönəldək. Biz necə edə bilərik ki, bu Ramazan bir öncəkilərdən daha fərqli olsun və ya daha faydalı keçsin? Məsələn, bu ayın özəl ibadətlərindən sayılan oruç və Quran-Kərim qiraətində fərqli edə bilərik. Biz bilirik ki, oruç təkcə ağzımızın və qarnımızın boş qalması demək deyil. Həm bədən, həm də ruhumuzun ibadətidir. Özümüzdə bəyənmədiyimiz hər hansı bir əməl və ya vərdişlər vardır ki, xüsusilə baş bəlası dilimizin qeybət, lağlağa, söyüş, şit zarafat və sair əməllərini buna misal göstərə bilərik. Bunlardan ən az birini ələ alıb, üzərinə köklənərək özümüzdə dəyişiklik edə bilərik. Axı bu ay dəyişmək ayıdır. Allah Teala buyurur ki, İnsanlar nəfslərində olanı dəyişmədikdə Allah onları dəyişməz. Həmçinin Quran oxuyan hər kəs çalışır ki, heç olmasa Ramazanda bir dəfə də olsun Quran-Kərimi xətm etsin. Bu Ramazanda xətmlə bərabər həm də mənasını anlayaraq, düşünərək oxumaq alışqanlığını əldə edə bilərik. Axı bu kitabın gəlmə qayəsi bizlərin oxuyub, üzərində düşünüb, tədəbbür etməyimiz üçündür. Orucun əmr olunduğu ayədə Allah Azza və Cəllə oruç tutub müttəqi qullardan olmağımızı istəyir. Həmçinin başqa bir ayədə bu kitab müttəqiləri doğru yola yönəldən kitab olduğunu söyləyir. O zaman fürsəti qaçırtmayaq. Allah Azza və Cəlləyə dua edək ki, bizi bu ayda bağışladığı qullarından etsin. Elhamdülillahi Rabbil Alemin.